Hər vaxtınız xeyir uşaqlar. Bu dərsdə törəmənin tətbiqi ilə məsələ həllini öyrənəcək. Əslində bu mövzu çox sadədir. Sadəcə qaydanı düzgün tətbiq etmək lazımdır. Əgər məsələdə bizdən maksimum və ya minimum tələb olunarsa və yaxud da ən böyük və ən kiçik qiymət soruşularsa, deməli törəmədən istifadə edəcəyik. Burada bu ardıcılığı bilsənizsə, məsələni yazmaq daha rahat olar. Hökmən birinci funksiyanı qurun. Daha sonra törəməni tapıb, sıfıra bərabər edib, oradan ən böyük ən kiçik qiymət tapırıq. Birinciyə baxaq. Deyir, tam səthin sayısı 24 pidir. Çalışmalıyıq ki, funksiyanın biz funksiyasını quraq məsələnin. Bu oldu 24 pi. Silindirin tam səthin sayısı 2 pi r kvadratı üstə gələk 2 pi rh bərabərdir 24 pi. Buradan hamısını 2 pi'ye bölsək r kvadrat üstə gəl rh bərabərdir 12. İndi bizə deyir ki, silindirin oturacağının radiusu nə qədər olmalıdır ki, onun həcmi ən böyük olsun. Silindirin həcmi V bərabərdir pi r kvadratı h düsturundan istifadə olunur. Bizə deyir ki, silindirin oturacağının radiusu nə qədər olmalıdır. Deməli, məsələmizi radiusla həll edəcək. Ona görə buradan hündürlüyü tapaq. RH bərabərdir 12 çıxaq r kvadratı. H-ı tapanda 12 çıxaq r kvadratını bölürük r-ə. Verilənləri düsturda yerinə yazsaq, pi r kvadratı vuraq, 12 çıxaq r kvadratı bölək r. Bunda sadələşdi. Qaldı pi r vuraq, 12 çıxaq r kvadratı. Vurub atı sadələşdirsək, 12 pi r çıxaq pi r kubu. İndi belə bir funksiya alındı. Bizə bu funksiyanın ən böyük qiymətini soruşur. Ən böyük ən kiçik qiymət tapmaq üçün törəməni tapıb sıfıra bərabər edirik. Bizdə əsas elə bil ki, baxın, məsələn, biz bir funksiyanın törəməsini tapanda tutaq ki, orada əsas dəyişən x-dırsa, x-ə görə tapırdıq. İndi bizdə radiusu soruşur deyə əsas bizim tənliyimiz radiusla həll olacaq. Ona görə 12 pi bir radiusu bir x kimi baxırıq. 12 pi r-in radiusu olur 12 pi. Çıxaq pi vuraq, radius kubu da olur 3 radiusun kvadratı. Bərabərdir sıfıra. Bu da mənfi pi vuraq 3 radiusun kvadratı bərabərdir mənfi 12 pi. Bu da 3 radiusun kvadratı bərabərdir 12. Radiusun kvadratı bərabər 4. Radius da bərabərdir müsbət mənfi 2. Biz də bilirik ki, radius mənfi olmaz. Ona görə cavab oldu 2. Deməli, həcmi 54 pi kub santimetr olan silindirin oturacağının radiusu nə qədər olmalıdır ki, onun tam səthin sahəsi ən kiçik olsun. Birinci silindirin həcm düsturunu yazırıq. Pi r kvadratı h bərabərdir 54 pi. Bunlar getdi. Radiusun kvadratı vuraq h 54. Biz hündürlüyü h tapırıq. Çünki bizdən radiusu soruşur. Biz qurduğumuz funksiyanın radiusunu qurmalıyıq. H bərabərdir 54 bir r kvadrat yazdıq. İndi bizə deyir, onun tam səthin sahəsinin ən kiçik qiyməti. S tam bərabərdir 2 pi r üstə gələk 2 pi r, bu da r kvadratı rh. O da 2 pi r kvadratı üstə gələk 2 pi r vuraq h-ın yerinə yazırıq 54 böl r kvadratı. Bunlar da getdi. Qaldı 2 pi r kvadratı üstə gələk 108 pi vur 1 böl r. İndi bunun törəməsini tap sıfıra bərabər edirik. 2 pi r kvadratın törəməsi 4 pi r-dir. Üstə gələk 108 vuraq. 1 böl r-in törəməsini necə tapırıq? 1 böl r-in törəməsini tapmaq üçün yazırıq r üstü mənfi 1. O da mənfi 1 vuraq r üstü mənfi 2. O da mənfi 1 bölək r kvadrat olur. Bunda yerinə mənfi 1 bölək r kvadratı yazsaq bərabərdir 0. R kvadratın ortaq məxrəc götürəndə olur 4 pi r kubu. Üstə gələk, daha doğrusu çıxaq 108 pi bərabərdir 0. Çarpaz vuranda olur 4 pi r kubu. 4 pi r kubu çıxaq 108 pi bərabərdir 0. 4 pi r kubu bərabərdir 108 pi. Pilər də getdi. 4 r kubu bərabərdir 108. R kubu 27. R da oldu 3. Bizdən də elə onun radiusunu soruşurdu. Radiusu 3 olmalıdır. B variantı. Üçüncü suala baxaq. 48 ədədini elə ki müsbət ədədin cəmi şəklində göstərin ki, onlardan birinin kubu ilə digərinin kvadratları cəmi ən kiçik olsun. Baxın, 2 ədədin cəmi şəklində göstəririk. Birinə yazırıq x, digərinə yazırıq 48 çıxaq x. İndi onlardan birinin kubu
ilə digərinin kvadratı cəmi ən kiçik olsun. Birincinin kubu, ikincinin kvadratları cəminin ən kiçik qiymətini soruşur. Yeni bir funksiya yarandı. Funksiyanın ən böyük ən kiçik qiymətini tapmaq üçün törəməni sıfıra bərabər edirik. Olur 3x kvadrat üstə gələk. Bu ümumi mötərizəyə 2 kimi baxsaq, olur 2 vuraq 48 çıxaq x. Mürəkkəbdir deyə 48 çıxaq x-in törəməsinə vururuq. Bərabərdir 0. O da 3x kvadratı. 3x kvadratı. Bu 48 0 olur. Bu da -1 olur. Çıxaq 2 vuraq. 48 çıxaq x bərabərdir 0-a. 3x kvadratı çıxaq 96 çıx üstə gələk 2x bərabərdir 0. 3x kvadrat üstə gələk 2x çıxaq 96 bərabər 0. Diskriminantını taparsınız. Mən yarıya bölməklə götürəcəm. B böl 2-nin kvadratı çıxaq AC düsturundan istifadə edəcəm. O da 2-nin yarısı 1, 1-in kvadratı 1, üstə gəl 96 vur 3. 96-nı 3-ə vuranda 8 yaza 1 ya da 200, deməli 88. O da topladıq 289. X1 tapanda mənfi B böl 2 üstə gələk kök altına diskriminant bölək. Burada sadəcə A-nı götürürük. O da olur -1 üstə gələk 289-dan kök 17 çıxır. Məxrəcə düz yazıram. O da 3-də 16. Kökün biri bu oldu. İkinci kök bunun çıxaq olur. 1 çıxaq 17 böl 3. O da 3-də -18 -6. Amma bu bizdən 2 elə müsbət ədədin cəmi şəklində yazın deyir. Ona görə x-in 3-də 16 qiymətini götürdük. X 3-də 16-dırsa, onda birinci ədəd oldu 3-də 16. İkinci ədəd oldu 48 çıxaq 3-də 16. Bu da oldu 3-də. 48-i 3-ə vuranda 4 yazaq. Ya da 134 çıxaq 16. O da oldu 3-də 128. 134 deyil, 144'dür. Cavab oldu D variantı. Dördüncü sualda oxşar sualdır. Deməli, 20 ədədini elə ki müsbət ədədin cəmi şəklində göstərin ki, deyir. Biri x-dir, biri 20 çıxaq x-dir. Onlardan birinin kubu ilə digərinin kvadratları cəmi ən kiçik olsun. Yeni funksiya qurduq. Bu funksiyanın ən kiçik qiymətini tapırıq. Törəməni sıfıra bərabər edirik. 3x kvadratı üstə gələk 2 vuraq 20 çıxaq x. Vuraq 20 çıxaq x-in törəməsi bərabərdir 0. 3x kvadrat üstə gələk 2 vuraq 20 çıxaq x. Vuraq -1 bərabərdir 0. 3x kvadrat çıxaq 2 vuraq 20 çıxaq x bərabərdir 0. 3x kvadrat çıxaq 40 üstə gələk 2x bərabərdir 0. 3x kvadrat üstə gələk 2x çıxaq 40 bərabərdir 0. Bunun köklərini tapsaq yarıya bölmək üsulundan 1 üstə gəl 4 vur 40 vur 3. O da 121. x1 bərabərdir -1 üstə gəl 11. 121'dən kök 11 çıxır. Bölək 3. O da oldu 3'də 10. İkinci kökü yazmayacağım. Onsuz da müsbət qiymətini soruşur. Birinci kök oldu 3'də 10. İkinci 20 çıxaq 3'də 10. O da oldu 3'də 60 çıxaq 10. 3'də 50. 3'də 50. Cavab oldu Y variantı. 5-ci suala baxaq. Düzgün üçbucaqlı prizmanın yan üzünün perimetri 12 cm-dir. Bir dənə üçbucaqlı prizma çəkək. Bu şəkildə düzgün oxşamasa da, amma yəni təsəvvürünüzə gətirin ki, oturacaq düzgün üçbucaqdır. Tutaq ki, A, B, C. Oturacaq düzgün üçbucaq kimi baxaq. Onda bunun yuxarısındakı üçbucaqda A1, B1, C1. Bu da düzgün üçbucaqdır. Bu üçbucaqlı prizmanın yan üzünün perimetri. Baxın, bu düzgün isə oturacağının tərəfləri bərabərdir. Bunun hündürlükləri də bərabərdir. Yan üzünün perimetri 12-dirsə, baxırıq ki, bunun bir yan üzü düzbucaqlıdan ibarətdir. Baxın, belə. Bunun bu yan üzü düzbucaqlıdan ibarətdir və perimetri 12-dir. Yazırıq perimetri 2 vuraq, h üstə gəl A bərabərdir 12. Onda hündürlüklə tərəfin cəmi oldu 6. İndi bizə deyir ki, oturacağın tərəfinin uzunluğunun hansı qiymətində prizmanın həcmi ən böyük olar? Oturacağın tərəfin hansı qiymətində deyirsə, biz buradan A-nın qiymətini yazmalıyıq. Prizmanın həcmi ən böyük olar. Prizmanın həcmi V bərabərdir. S oturacaq vuraq H düsturuna hesablanır. Buradan da V bərabərdir. Prizmanın oturacağı düzgün üçbucaqsa, düzgün üçbucağında sahə düsturu kökdə 3 bölək 4 A kvadratıdır. Vuraq hündürlük.
Bizdən A-nın qiymətini soruşduğuna görə bu tənlikdə, baxın burada yazmışdıq, H üstə gəl A bərabərdir 6. H-ı tapsaq 6-dan A-nı çıxırıq. Əvəz etməklə yerinə yazsaq, o da olur kökdə 3 bölək 4 vuraq A kvadratı. Hündürlüyün yerinə yaza bilərik 6 çıxaq A. Buradan da alınır nə? Kökdə 3 bölək 4 6 A kvadratı vuraq. Çıxaq kökdə 3 bölək 4 A kvadratı vuraq A. Buradan da 4-dən 6 ixtisar getdi. Qaldı 2-də 3 kökdə 3 A kvadratı. Çıxaq kökdə 3 bölək 4 A-nın kubu. Deməli bizdə belə bir funksiya alındı. Oldu ki 3 kökdə 3 bölək 2 A kvadratı. Çıxaq kökdə 3 bölək 4 A kubu. İndi biz bunun həcminin ən böyük qiymətini tapırıq. Biz də dedik ki ən böyük ən kiçik qiymət tapmaq üçün funksiyanın törəməsini sıfıra bərabər edirik. İndi bu da oldu 3 kökdə 3 bölək 2 A kvadratın törəməsi 2A. Kökdə 3 bölək 4 vuraq A kubun törəməsi də 3A kvadratı bərabərdir sıfıra. Bunlar da getdi. 3 kökdə 3A çıxaq 3 kökdə 3 bölək 4 A kvadratı bərabərdir 0. A-nı ortaq vuruq çıxarsaq 3 kökdə 3 çıxaq 3 kökdə 3 böl 4 A bərabərdir 0 qalır. Buradan A bərabərdir 0 olur. 3 kökdə 3 çıxaq 3 kökdə 3 böl 4 A bərabərdir 0 olur. Buradan da 3 kökdə 3 bölək 4 A bərabərdir 3 kökdə 3. Bunlar da getdi. A bərabərdir 4 qaldı. İndi bizə deyir ki, oturacağın tərəfinin hansı qiymətində, yəni A-nın hansı qiymətində bu prizmanın həcmi ən böyük olar. Biz də A-nı tapdıq 4. Cavab oldu 4. 6-cı suala baxaq. Düzgün dördbucaqlı prizma oturacağı kvadrat olan bir prizma götürək. Burada şəkildə kubdur. Amma biz bunu oturacağı kvadrat olaraq təsəvvür edək. Aha, oldu belə. İndi bunun oturacağı, düzgündürsə oturacağı kvadratdır. Yəni tərəfləri A-A'dır. Bu onun hündürlüyüdür. İndi yan üzün perimetri 6-dırsa, onda bir yan üzü olur 2 vuraq A üstə gəl H bərabərdir 6. A ilə H-ın cəmi oldu 3. Oturacağın tərəfin uzunluğu dediyinə görə biz buradan H-ı tapaq, funksiyanı A ilə əlaqələndirək. H bərabərdir 3 çıx A. İndi bunun həcmi ən böyük olar. Prizmanın həcmi V bərabərdir. S oturacaq vuraq H düsturuna tapılır. Bunun oturacağı kvadrat dedi. A kvadratı vuraq hündürlük. Hündürlük də 3 çıx A-dır. O da olur A kvadratı vuraq 3 çıx A. O da olur 3A kvadratı çıxaq A kubu. Biz bir funksiya düzəltdik. İndi həmin funksiyanın ən böyük qiyməti, A-nın hansı qiymətində bu funksiya ən böyük qiymət alır? Ən böyük ən kiçik qiymət törəmənin sıfıra bərabər olduğu qiymətdir. Bu da 6A çıxaq 3A kvadratı bərabərdir 0. A-nı ortaq vuruq çıxardanda 6 çıxaq 3A bərabər 0. A bərabərdir 0. 6 çıxaq 3A bərabər 0. 3A bərabərdir 6. A da bərabərdir 2-yə. A-nın deməli 2 qiymətində. A variantı. 7-ciyə baxaq. 3 tərəfinin cəmi 2K və sahəsi ən böyük olan düzbucaqlının perimetrini tapın. Düzbucaqlının perimetrini deməli 3 tərəfinin cəmi 2K-sə deyək ki, məsələn, bura A-dır, B-dir, A-dır, B-dir. 3 tərəfin cəmi 2K-dır. Onda yaza bilərəm A üstə gəl, B üstə gəl A bərabərdir 2K. B üstə gəl 2A bərabərdir 2K. Tərəflərdən birini tapsam, ta ki B-ni tapaq. Olur 2K çıxaq 2A. Bu oldu. B-yə də yaza bilərik 2K çıxaq 2A. İndi bizə deyir ki, sahəsi ən böyük olan düzbucaqlının perimetrini tapın. Bu düzbucaqlının perimetrini sahəsini tapmaq üçün N-in uzunluğuna vururuq. Sahənin ən böyük qiymətini tapmaq üçün B-nin yerinə yazaq 2K çıxaq 2A. Yeni bir funksiya quraq. Orada oldu 2A vur K çıxaq 2A-nın kvadratı. Bir K burada parametrdir. Yəni hər hansı bir qiymətdir. A isə dəyişəndir, əsas dəyişəndir. İndi bizə deyir ki, perimetrini tapın. Birinci, sahəsi ən böyük olan. Bu sahənin ən böyük olmaq üçün bunun törəməsini biz sıfıra bərabər götürməliyik. Elə bir burada AX rolunda oynayır da. 2AK. A-nın törəməsi 1 isə olur 2K. 2A kvadratının törəməsi 4A. Bərabər sıfıra. 4A bərabərdir 2K. A da oldu 2K böl 4. Yəni K böl 2. Biz B-ni də tapa bilərik. B-ni tapmaq üçün 2K-dan 2A-nı çıxırıq. 2K çıxaq 2 vur A. O da oldu K böl 2. O da oldu 2K çıx K oldu K. B də oldu K. Bizdən deməli bu
düzbucaqlının perimetrini soruşur. 2 vuraq A üstə gəl B. O da oldu 2 vuraq A'nın qiyməti neçə tapdıq? K bölü 2. B'nin qiymətini tapdıq K. Bunların cəmi oldu 2 vuraq 2-də 3K. Bu da getdi, cavab oldu 3K A variantı. 8-ci suala baxaq. 3 tərəfinin cəmi M və sahəsi ən böyük olan düzbucaqlının perimetrini tapın. Düzbucaqlının deməli 3 tərəfi A, B, A. Burada B yazıram. 3 tərəfinin cəmi M-dir. Buradan B bərabərdir. M çıx 2A yaza bilərik. Və sahəsi ən böyük olan düzbucaqlının perimetrini tapın. Sahənin ən böyük qiymətini tapmalıyıq. Düzbucaqlının sahəsini tapmaq üçün N uzunluğuna vururuq. Bu da B-nin yerinə M çıx 2A yazsaq, bir dənə belə bir funksiya alırıq. A vur M çıxaq 2A kvadratı. Bunun ən böyük qiymətini tapmaq üçün törəməni sıfıra bərabər edirik. A-nın törəməsi 1, M ədəddir deyə qalır. Çıxaq 2A kvadratı, bu da oldu 4A bərabərdir 0. 4A bərabərdir M, A da bərabərdir M böl 4. A M böl 4 isə B-ni tapmaq üçün M çıxaq 2 vur M böl 4. O da oldu M çıxaq M böl 2. Buradan da alındı cavab M böl 2. İndi bizə deyir düzbucaqlının perimetrini tap. Perimetrini tapmaq üçün 2 vuraq A üstə gəl B yazırıq. O da 2 vuraq M böl 2 üstə gəl M böl 4. O da oldu 2 vuraq 4'dən 2M üstə gəl M. O da oldu 4 ilə bu xəsar getdi. Qaldı 2'də 3M. Cavab oldu D variantı. 9-cu suala baxaq. 24 ədədi elə 3 müsbət ədədin cəmi şəklində göstərilmişdir ki, gəlin baxaq hansı ədədlərdir. Tutaq ki, bunu A yazsam, bu da B, bu da C. İkinci ədəd üçüncüdən 3 dəfə böyük olmaqla, üçüncü ədəd X-dir, ikinci ədəd 3X böyük olmaqla bu 3 ədədin hasili ən böyük olsun. Bunların ən böyük qiyməti olsun. Biz birinci bu 3 ədədin hasili A üstə gəl 3X üstə gəl X-in cəminə bizə 24 verib qiymət. A bərabərdir 24 çıx 4X yaza bilərik. Hasillə böyük olmaq üçün gətirib yerinə yazsaq. A-nın yerinə 24 çıx 4X yazıram. B-nin yerinə 3X, C-nin yerinə də X yazıb bu ifadənin ən böyük qiymətini tapırıq. Tutaq ki, buna Y bərabər deyib bir funksiya kimi baxsaq. Olur 3X kvadratı 24 çıxaq 4X. Bunu da sadələşdirəndə olur nə? Deməli 72x kvadratı çıxaq 12x'in kubu. Buradan da törəməni tapıb sıfıra bərabər etsək 72x kvadrat olur 144x çıxaq 36x kvadratı bərabərdir 0. X ortaq vuruq çıxarsaq 144 çıxaq 36x bərabərdir 0'a. X bərabərdir 0. Bir də 36x bərabərdir 144. X bərabərdir 4'ə. Biz 0'ı götürmürük. X'in 4 qiymətini götürürük. Deyib bu şərti ödəyən ədədlərdən ən böyüyünü tapın. Birinci ədəd A bərabərdir 24 çıxaq 4 vur 4. 24'dən 16 çıxıram, qalır 8. İkinci ədəd B bərabərdir 3x. 3'ü 4'ə vururam, olur 12. C bərabərdir, üçüncü ədəddə C bərabərdir x, yəni C bərabərdir 4. Bu ədədlərdən ən böyüyü oldu 12. Ona baxaq. 30 ədədi elə 3 müsbət ədədin cəmi şəklində göstərmişdi ki, yazırıq birinci, ikinci, üçüncü. A, B, C. Birinci ədəd ikincidən 4 dəfə böyük olmaqla. Birinci ədəd ikincidən 4 dəfə. Bu x-dir, bu da 4x-dir. Bunların hasili ən böyük olsun. Gəlin bunların cəmini tapaq. 4x üstə gəl x plus c bərabərdir 30. 5x plus c bərabərdir 30. C də bərabərdir 30 çıxaq 5x. İndi bunların hasilinin ən böyük qiymətini tapırıq. ABC-nin ən böyük qiyməti A oldu 4x, B oldu x, C oldu 30 çıxaq 5x. Buradan digirik bərabərdir 120x kvadratı çıxaq 20x kubu. İndi bunun törəməsini tapıb sıfıra bərabər edirik. 240x çıxaq 60x kvadratı bərabər sıfıra. X ortaq vuruq çıxardıram. 240 çıxaq 60x bərabər sıfıra. X bərabər sıfıra. 240 bərabərdir 60x-a. X də bərabərdir 4'ə. Sıfır olmaz. Çünki bizə müsbət ədəd lazımdır. X oldu 4. Bu şərti ödəyən ən böyük ədəd tapın. A oldu 4 vur 4 16.
B oldu elə 4-ün özü. C də oldu 30 çıxaq 5 vur 4, yəni 20 da oldu 10. Ədədlərdən biri 16, biri 4, digərsə də 10'dur. Bu şərti ödəyən ən böyük ədəd cavab oldu 16. Sonra 11-ci suala baxaq. Deyir ki, bir tərəfi divar olan, düzbucaqlı şəklində olan əkin yerinin divar olmayan ətrafına 60 metr uzunluğunda məftil tor çəkilib. Bu əkin yerinin sahəsi ən çox neçə olar? Baxın, divar olan hissə bu hissədir. Divar olmayan, bax bu qaralanmış 3 dənə hissədir. Bunlar divar deyil, tor çəkilib bura. Bu tor çəkilən hissənin cəmi 60'dır. Yəni x üstə gəl, x üstə gəl, y 60'dır. Biz buradan y bərabərdir 60 çıxaq 2x yaza bilərik. İndi bizə deyir ki, bu əkin yerinin sahəsi ən çox neçə kvadrat metr olar? Əkin yerinin sahəsini tapmaq üçün n-in uzunluğuna vururuq və bu ifadənin ən böyük qiymətini tapırıq. X vuraq, y-in yerinə yazaraq 60 çıxaq 2x. Buradan da alınır 60x çıxaq 2x kvadrat. Belə bir funksiya alındı. Ən çox dediyinə görə biz törəməni tapıb 0'a bərabər edirik. 60 çıxaq 4x bərabər 0'a, 4x bərabərdir 60'a, x də bərabərdir 15'ə. İndi bizə deyir ki, bu əkin yerinin sahəsi ən çox neçə kvadrat metrdir? İndi sahəni tapmalıyıq. X 15-dirsə, y-i də tapaq. 60 çıxaq 2 vur 15 oldu 30. Sahəni tapmaq üçün x y-ə vururuq. O da oldu 15 vur 30, cavab oldu 450. Desəydik ki, hansı qiymətlərində n-in uzunluğunun 10'da 15'dən 30 götürərdik. Amma sahənin öz qiymətini soruşduğuna görə biz onu yerinə qoyub hesablayırıq. Sonra 12-ci suala baxaq. Burada da deyir ki, bir tərəfi divar olan, düzbucaqlı şəklində olan əkin yerinin divar olmayan ətrafı 40'dır. Yəni x üstə gəl, x üstə gəl, y 40 yazırıq. Buradan y bərabərdir 40 çıxaq 2x yazmalıyıq. İndi sahənin ən böyük olmaq üçün n-in uzuna vururuq, x y-ə vururuq. O da x vuraq, y-in yerinə 40 çıxaq 2x yazsaq, bu da olur 40x çıxaq 2x kvadratı. İndi bunun ən çox dediyinə görə törəməsini tapıb 0'a bərabər edirik. Bu da mənfi 4x bərabərdir mənfi 40, x oldu 10. X 10'dursa, y bərabərdir 40 çıxaq 2 vur 10, o da oldu 20. İndi sahənin soruşuna görə n-ni uzunluğuna vururuq, cavab oldu 200. Sahənin ən böyük qiyməti. 13. Səthinin sahəsi 24 kvadrat santimetr olan, düzbucaqlı paraleliped formasında olan, ağzı bağlı hədiyyə qutusunun oturacağının ölçüləri bir digərinin 3 dəfə böyükdür. Hədiyyə qutusunun hündürlüyü var, oturacağının eni var, bir də oturacağının uzunluğu var. İndi oturacağının ölçüləri bir digərindən 3 dəfə böyükdür. Təbii ki, böyük olan hissə uzunluq hissi olacaq. N-ə yazırıq x, uzunluğuna yazırıq 3x. Hündürlük məlum deyil, elə hündürlük olsun c. İndi bizə deyir, bunun səthinin sahəsi 24'dür. Paralelipedin səthinin sahəsini tapmaq üçün biz, məsələn, n-ə a deyirdik, uzunluğuna b, elə hündürlük də c qalsın. Səthinin sahəsi 2 vuraq. AB üstə gəl, AC üstə gəl, BC düsturundan tapılır. Bərabərdir 24. 2'ye bölsək, AB üstə gəl, AC üstə gəl, BC olur 12. Verilənləri yerinə yazsaq, A-nın yerinə x, B-nin yerinə 3x, A-nın yerinə x, C olduğu kimi qalır. B-nin yerinə 3x, C olduğu kimi qalır 12. Bu da olur 3x kvadratı üstə gəl, cx üstə gəl 3cx bərabərdir 12. 4cx üstə gəl 3x kvadratı bərabərdir 12. Buradan c-ni tapaq. 4cx bərabərdir 12 çıxaq 3x kvadratı. X də bərabərdir 12 çıxaq 3x kvadratı bölək. Daha doğrusu c bərabərdir 4x-ə. İndi biz niyə c-ni əvəzlədik? Bizə deyir ki, bu qutunun hündürlüyünün hansı qiymətində onun həcmi ən böyük olar. Deməli biz hündürlüyün ən böyük qiymətini tapmalıyıq ki, həcmin də ən böyük qiymətini tapmış olaq. Hündürlük budur. Bu ifadənin deməli gətirib həcmdə yerinə yazsaq, v bərabərdir a vur b vur c. Bu ifadənin ən böyük qiyməti olmaq üçün a-nın yerinə x yazıram, b-nin yerinə 3x, c-nin yerinə də 12 çıxaq 3x kvadratı bölək 4x yazırıq. X-lər getdi. 3x də sürətə vuranda olur 3x vuraq. 12 çıxaq 3x kvadratı bölək 4. O da oldu 36x çıxaq 9x kubu bölək 4. Bunun törəməsini tapıb 0'a bərabər edirik. Yəni bunu hədbə-həd bölək. 9x çıxaq 4'də 9x kubu.
Bunun törəməsini tapıb sıfıra bərabər etsək, 9x-in törəməsi 9. 4-də 9 vuraq x kubun törəməsi 3x kvadrat bərabərdir 0. Bu da 4-də 27x kvadratı bərabərdir 9. 27x kvadratı bərabərdir 9-u 4-ə vuranda oldu 36. X-in kvadratı 36 bölü 27. X-in kvadratı deməli oldu. Bunlar ixtisara gedəndə yuxarıda sürətdə qaldı 4, məxrəcdə qaldı 3. X oldu 2 böl kökdə 3. Bizdən deməli hündürlüyün hansı qiymətini soruşur? Yəni S-nin soruşur. S-nin hansı qiymətində? Ona görə aldığımız qiyməti S-də yerinə yazırıq. S-də nədir? 12 çıxaq 3 vuraq x-in kvadratı. X-in kvadratı 3-də 4. 4 vuraq x, yəni 2 böl kökdə 3. Bunlar da getdi. Orada qaldı 12 çıxaq 4, sürətdə qaldı 8, məxrəcdə qaldı 8 bölü kökdə 3. 8-lər də getdi. Bu da tərs çevrilir. Cavab qaldı kökdə 3. Bizdən də bunu soruşur. 14. Baxın, nə edirik? Bir də deyirəm. Səthinin sahəsi 96-dır. Yazırıq 2 vuraq AB üstəgəl BC üstəgəl AC bərabərdir 96. AB üstəgəl BC üstəgəl AC oldu 48. Bunu tapdıq, qalsın burada. Paraleliped formasında olan ağzı bağlı hədiyyə qutusunun oturacağın ölçülərindən biri digərindən 4 dəfə böyükdür. Oturacağı bunun eynidir. Bu x-dir. Uzunluğu 4 dəfə böyük 4x-dir. Hündürlüyü S-də olduğu kimi qalsın. Bu qutunun hündürlüyünün hansı qiymətində onun həcmi ən böyük olar? Verilənləri yerinə yazaq. Buradan S-ni tapaq. Olur, S-nin də x-la əvəz etmiş formasını tapaq. Olur, x vuraq 4x vuraq x, üstə gələk 4x vuraq s, x vuraq s, bərabərdir 48. Bu da 4x kvadrat üstə gəl 5x bərabərdir 48. 5x bərabərdir 48 çıxaq 4x kvadratı. Buradan s-ni tapsaq, 48 çıxaq 4x kvadratını bölürük 5x-a. Hamısını s-ni əvəz etdik. Gəl s-ni də yerinə yazaq buradan nə? S də olsun 48 çıxaq 4x kvadratı bölək 5x. İndi bizə deyir ki, bu qutunun hündürlüyünün hansı qiymətində, yəni S-nin hansı qiymətində bunun həcmi ən böyük olsun. Həcmi V bərabərdir A, B, S. Həcmin ən böyük olmaq üçün verilənləri yerinə yazırıq. X vuraq 4x, vuraq 48 çıxaq 4x kvadratı bölək 5x. X-lər də getdi. Oldu 4x vuraq 48 çıxaq 4x kvadratı bölək 5. Onu da vurub sadələşdirəndə oldu 5-də. 48-i 4-də vuranda oldu necə? 192x çıxaq 16x kubu. Bunu da hədbə-həd bölsək, 5-də 192x çıxaq 5-də 116x kubu. İndi bunun törəməsini tapaq. 5-də 192-nin törəməsi 5-də 192 çıxaq 5-də 16 vuraq x kubun törəməsi 3x kvadrat bərabərdir 0. Ən böyük qiymətini soruşur, ona görə törəməni 0 götürdüm. O da oldu 16 vur 3x kvadratı bölək 5 bərabərdir 5-də 192. 5-lər getdi. X kvadratı bərabərdir 192-ni 48-ə bölürük. Buradan da x kvadratı bərabərdir 4-ə. X də bərabərdir 2-yə. İndi bizə deyir ki, deməli bu qutunun hündürlüyünün hansı qiymətində? X-i 2 tapmışıqsa qutunun hündürlüyünü tapmalıyıq. Qutunun hündürlüyü də S-dir. S-nin qiymətini tapırıq, yerinə yazıb. S də bu ifadədir. S bərabərdir 48 çıxaq 4 vur x-a biz 2 tapmışdıq. 4 vur 4 bölək 5 vur 2. Buradan da alındı 48 çıxaq 16 bölək 10. 48-dən 16 çıxanda 32 bölək 10. Cavab oldu 3,2. Deməli x-in 2 qiymətində bunun həcmin ən böyük qiyməti oldu 3,2. 14-cü sonuncu sualdır. Sağ olun, salamat qalın.